İran mediası belə yazır ki, Dumanlı Təbrizin serialı İranda düzəlir və 20 hissədə, hər hissə 45 dəqiqə. Bu kitabı hər halda bilirik ki, Ordubadi yazıbdır və siz bunu tərcümə eləmisiniz. Mən istərdim soruşam, görüm ki, bu sizin kitabın üzü ilə gedir və nə cür gedir? Mən bildiyimə görə bunlar bu hadisələri çox qabaqdan başlayıblar. Yəni məsələn İran-Rus davalarından, Abbas Mirzə zamanından bu yana. İndi bu ki adın qoydular Təbrizi Mahalı, Dumanlı Təbriz. Məncə şayət bundan ötürdü ki, birdən bu kitab bir qədər daha çox məruf olubdur, şayət bunun adından faydalanmaq üçün. Yəni mən elə sanmıram ki, bunlar gələrlər, yəni burada İranda indi beləncilik bir kitabı, məsələn istəyərlər ki, bunun əsasında bir dənə bir serial düzəlsinlər. Mən inanmıram. Yəni aydın ki, bu kitabın tərcüməsi ya çevirməsi türküdən farsiyə, bu çevirmədə sizdən icazə almayıblar bunun adından, ya bunun kitabı yazanın Səid Ordubadinin qalanlarından izin almayıblar. Bunu elə filmi götürüblər, adını götürüblər, ya bunun içindəki yazılardan o tarixi hadisələri filmə çevirməkdə. Bəli, yəni mənim xəbərim yoxdur, əlbəttə addır. Bunun məndən də qabaq bu kitabın bir bəxşi tərcümə olmuşdu. Sonra da bir ayrı adam da yine bunu tərcümə eləyibdi. Elə Təbrizi Mahalı da adı ilə bu çox zamandandır ki, mərufdur. Mən bilmirəm ki, əslən bunlar bu kitabdan nə qədər faydalanıblar. Dedim, yəni mən fikir eləmirəm ki, birdən bunlar istəyərlər burada məsələn bu kitabı serial şəklinə. Arz elədim, bu kitab məsələn məşrutə zamanından başlayır, bir halda ki o məşrutədən birdən 50-60 il qabaqdan başlayır, daha çox. Məsələn 70-80 il qabaqdan başlayır və özü də ki məsələn 20 neçə hissədəndir. Mən onu inanmıram. Əslən məsələ bu kitabın özünə mərbut ola. Bəlkə daha çox bunun, bəlkə adının o mərufluğuna görədir ki, bu addan istifadə ediblər. Bir də ki İranda əslən yəni o qanun, copyright yoxdur ki, fərz elə birindən icazə alırlar. İndi burada məsələn burada biri götürür bir kitabı hər dildən tərcümə eləyirik, çeviririk farsi dilinə. Bunun heç ehtiyac yoxdur ki, bir yerdən icazə alsın. Ona görə məsələn gəlirlər fərz elə birdən, hətta istəyərlər bu kitabın eyni əslindən işləyərlər. Məsələn Səid Ordubadinin ailəsinə məsələn qalanlarına müraciət eləyərlər. Mən elə sanmıram belə bir şey düz olsun. Olmaz. Aydın ki, bu kitaba görə bir ümumi məlumat bizə versə çox yaxşı olar. Bu kitabın bir miqdar özünə görə tozih verəsiniz. Ha zamandan başlayır bunun yazanı, nələr yazıbdı, Azərbaycanın burada başına gələcəkləri yazıb, yoxsa İrana görədir bu sadəcə? Bu kitabı bildiyiniz kimi Məhəmməd Səid Ordubadi yazıbdı. Bu yəni özlüğündə çox bir müvəffəq, yəni roman olubdu. Qoyun ki, bu məsələn o bəzi cəhətlərdən, form cəhətindən ya başqa nəzərlərdən də bəlkə məsələn eybləri, iradları var. Amma nəinki Səid Ordubadi, yəni o zamanki Təbrizdə olub dəfələrlə, özü də Cufada olubdu, gəlib, gedibdi və sosial-demokrat cərəyanındaymış. Həmən o Qəfqazlı mücahidlər, fədailər ki, gəlirdilər Təbriz məşrutəsində şirkət eləyirdilər. Bunun da onlarla yaxından əlaqəsi var idi. Odur ki, bu kitab daha çox canlı olubdu və bunu xalq məsələn bizdən bir tarixi roman kimi oxuyurlar və burada yəni məsələn sevə-sevə. Mən dedim bu kitabın indi 2 tərcüməsi vardı. Yəni mənim tərcümdən başqa da bir başqa tərcümə də var idi. Amma hər ikisi də bu kitabların oxunur və cəmaət mən görmüşəm ki, o oxuyanlar daha çox sevirlər. Kitab məsələn 1930-cu illərdə həqiqətdə yazılıbdı. Amma bir qədər Təbrizin o zamanki, yəni məşrutə zamanı 19-cu əsrin əvvəllərini şahidi olubdu yazar və yaxşı bunları qələmə çəkibdi. Ona görə, özünə görə hətta bu zamanda da demək olar hələ o müasirliyini bitirməyib. Ayrıca Azərbaycan tarixində nə rolu vardı bu kitabın? Bu bir dənə o hadisə keçəcəkdə ittifaqlar ki, düşübdü məşrutə hərəkatını, bu onları canlandırıbdı. İndi hər bir kəs bu kitabı oxuyanda daha
bu niyyətlə oxuyur ki, demək olar ki, o zamanki, yəni dedim 19-cu əsrin əvvəllərindəki Təbrizə, burada o mübariz Təbrizə ki, məşrutə yolunda qalxmışdı və istibdadla o tamamiyyət istibdadın qabağında müqavimət eləyirdi. Bu kitab demək olar ki, o zamanki o dünyaya bir böyük pəncərədir ki, açılıb və oxuyanlar da o niyyətlə oxuyurlar. Amma da məsələn o agahlıq vermək cəhətindəndir ki, hər halda göstərir də o zamanın əhvalatı.